Salam, hörmətli abituriyentlər. Bugün biz sizinlə coğrafiyadan sınaq suallarının izahına baxacağıq. Deməli, ilk sualda bizə deyir ki, subarktik və tropik iqlim qurşaqlarının fərqli xüsusiyyətlərini müəyyən edin. Birincisi, deyir, iqlim tiplərinə görə bölünmür. Bəli, subarktikin heç bir iqlim tipi yoxdur. Ona görə də subarktikin, amma tropikin dəniz və kontinental, yəni səhra tipi mövcuddur. Avrasiya və Şimali Amerikada hər ikisi yayılıb. Yəni, şimal materiklərində hər ikisi mövcuddur. Yayıldığı ərazilərdə ekstremal təbii şərait var. Bu, hər ikisinə aiddir. Çünki subarktik ərazi çox soyuq olduğu üçün burada yaşamaq üçün şərait çətindir, yəni ekstremal şəraitdir. Həmçinin tropikdə də ərazi çox isti olduğu üçün, quru ərazi olduğu üçün orada yaşamaq üçün ekstremal ərazi hesab olunur. Daha sonra ekvator, yalnız ekvatordan şimalda yayılıb. Bəli, bu subarktik yalnız ekvatordan şimaldadır. Çünki cənubda biz buna subantarktik deyirik. Yəni, subarktik yalnız ekvatordan şimaldadır. Amma tropik həm şimalda, həm cənubda ola bilər. Yayda mülayim hava kütlələri hakim olur. Bu da əlbəttə ki, subarktikə aiddir. Çünki subarktik yayda mülayimin, qışda isə arktik hava kütlələrinin təsirinə məruz qalır. Mövsümi dəyişiklik təbii ki, hər ikisində baş verə bilər. Ona görə yalnız subarktikə aid olanlara biz götürəcəyik 1, 4 və 5. İkinci sualımıza baxaq. Deyir ki, xəritə sxemə əsasən dekabr-fevral aylarının daha rütubətli keçdiyi əraziləri müəyyən edin. Biz dekabr, yanvar, fevral aylarının ilk öncə görə şimalda nə aydı bu aylar? Şimalda, ilk öncə ona baxaq. Şimalda bu aylar qış aydı. Cənubda nə aydır? Yay. Cənubda yay, düzdürmü? İndi biz baxaq. Görək ki, qış fəsli hansı iqlim tipinə yağıntılar daha çox düşür? Əsasən bu subtropikin Aralıq dənizinə. Düzdürmü? Bəs yayda yağıntılar hansı iqlim tipinə düşür? Təbii ki, cənubda subekvator. Yəni, ümumiyyətlə, subekvatoral iqlimə yağıntılar yayda düşür, bir də mussona. Cənubda musson olmadığı üçün biz əlbəttə ki, götürəcəyik, belə deyək, cənubun subekvatorialın. Cənubda da dekabr, yanvar, fevral ayları təbii ki, yay ayıdır. Ona görə biz cənubdan da subekvatorial iqlim qurşağını seçməliyik. Deməli, şimaldan 1 və 2 Aralıq dənizindədir. Cənubda isə 6 təbii ki, subekvatorialdır. Ona görə sualımızın düzgün cavabı 1, 2 və 6 olacaqdır. 63-cü suala baxaq. Günəş şüalarının düşmə bucağı ilə bağlı olan bir sualdır. Deyir, Günəş 10 dərəcə şimal enində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə Günəş şüalarının düşdüyü bucaq qədər hansı şimal yarımkürəsindəki enliyə düşər? Görə, ümumiyyətlə, Günəş 10 dərəcə şimal enliyində zenitdə olanda 50 dərəcə cənub enliyində hansı bucaq altında düşür? Düsturumuz təbii ki, belədir. 90 çıxılsın, 50. Bu 50 cənub olduğu üçün, 10 şimal olduğu üçün biri şimal, biri cənub olanda toplayırıq. Eləcək demək 30 dərəcə. Düzdürmü? Elə də 30 dərəcə. İndi görək, Günəş 10 dərəcə şimal enliyində zenitdə olanda başqa hara 30 dərəcə bucaq altında düşər? Təbii ki, yazarıq 90 çıxılsın, x minus 10, çünki eyni yarımküre olduğu üçün çıxacaq. Bərabərdir 30-a, x minus 10 bərabər oldu 60-a, x də bərabər oldu 70. Demək, sualımızın düzgün cavabı olacaq 70 dərəcə şimal enliyi. Daha sonra 64-cü sualımıza baxsaq, deyir, Şərqi Avropa regionu üçün səciyyəvi deyil. Orta Rusiya və Valda yüksəkləri, bəli, Şərqi Avropa düzənliyində yerləşir. Bu aiddir. Cavan dağlar mövcuddur. Şərqi Avropa ərazisində əlbəttə ki, biz cavan dağların olduğunu deyə bilərik. Məsələn, Krım dağları və yaxud da Qafqaz dağları, Şərqi Avropa regionunda yerləşən cavan dağların nümunə ola bilər. Buzlaq relyef formaları geniş yayılıb. Şimali Avropanın, bəli, Şərqi Avropanın üzrə şimal hissələrində buzlaq relyef formalarına rast gəlinir. Bu da aiddir. Mülayim kontinental iqlim əlbəttə ki, Ural dağlarına qədər olan ərazilərdə geniş yayılmışdır. Aktiv vulkanlar var. Xeyr, Şərqi Avropada biz hər hansı bir aktiv vulkandan danışmırıq. Ona görə sualımızın düzgün cavabı Y bəndi. Demək, deyir ki, hansı burun materikin ucqar cənub nöqtəsi deyil? Mariato Şimali Amerikanın ucqar cənub nöqtəsidir. Piyay Avrasiyanın. Frouyet Cənubi Amerikanın uzqar cənub nöqtəsidir. Cənub-Şərq Avstraliyanın uzqar cənub nöqtəsidir.
Almadı isə təbii ki, bu cənub nöqtələrə aid olmadı. Ona görə sualımızın düzgün cavabı C bəndi. Deyir, Sakit Okean və Nazca tavalarının divergent sərhədində yerləşir. Təbii ki, bu Pasxa adasıdır. Sakit Okeanla Nazca tavalары bir-birindən ayrılır və bunun nəticəsində Pasxa adası yaranır. Ölkəmizin sərhədlərində yerləşən dağ silsilələri, təbii ki, burada da düzgün cavab Y bəndidir. Talış və Zəngəzur, çünki Talış dağları İrandan sərhəddə düşür. Zəngəzur isə Naxçıvan ərazisindən Ermənistandan sərhəddə yerləşir. Xəritələrdə eyni yağıntı miqdarına malik olan nöqtələri birləşdirən xətlərə təbii ki, biz nə deyəcəyik? İzoget. İzoget eyni yağıntıya malik olan nöqtələri birləşdirən xətlər olacaqdır. Deyir ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Deməli, bizə verib Mississippi platforma sahəsində yerləşir. Bəli, biz bilirik ki, bu Şimali Amerikanın şərq hissəsində platforma zonasında yerləşir. Bu tamamilə doğru fikirdir. Turan Cənubi Asiyada yox, Mərkəzi Asiyada yerləşir. Bu tamamilə yanlış fikirdir. Küləraz şimal-qərbdən cənub-şərqə doğru hündürlüyü azalır. Bəli, şimal-qərb hissələri daha hündürdür. Cənub-şərqə doğru gəldikcə hündürlüyü azalır. La Plata Sakit Okeandan gələn hava kütlələrinin təsirinə məruz qalır. Biz bilirik ki, La Plata Atlantik Okeana yaxındır və Sakit Okeandan gələn hava kütlələrinin qarşısını Ant dağları kəsir. Ona görə də bu Atlantik Okeandan gələn hava kütlələrinin təsirinə məruz qalar. Yanlış fikirdir. Almaniya, Polşa, Barxanlar. Biz bilirik ki, Barxanlardır, Duyonlardır. Bunlar səhralarda küləyin təsirindən yaranır. Bu Almaniya, Polşada bu zonaya düşmədiyi üçün yanlışdır. Mesopotamiya, bəli, Cənub-Qərbi Asiyada yerləşən ən nəhəng düzənliklərdəndir. Ona görə də sualımızın düzgün cavabı doğru sıra olacaq 1, 3 və 6. Yəni sualımızın düzgün cavabı A bəndi. Növbəti suala baxaq. Deyir, xəritə sxemə əsasən Trias çöküntülərinin yayıldığı ərazini müəyyən edin. Biz bilirik ki, Mezozoy erasının Trias çöküntüləri əsasən Naxçıvanda Dərəliyəz hissəsində daha geniş yayılmışdır. Ona görə sualımızın düzgün cavabı B bəndi. Naxçıvan ərazisi. Dekan yaylası və Böyük Çin düzənliyi üçün oxşar əlamət. Biz bilirik ki, Dekan yaylası yerləşir Hindistanda. Hindistan. Deyir, Şərqi Asiyada yerləşən Böyük Çindir, Dekan Cənubi Asiyadadır. Subtropik iqlim qurşağında yerləşən Böyük Çinin düşə bilər, amma Dekan subekvatorialdadır. Akkumulyativdir, Dekan yayladır deyə denudasiyondur. Mussonların təsirinə məruz qalır? Bəli, hər ikisi. Çünki biz bilirik ki, həm Asiyanın cənubu, şərqi və cənub-şərq hissələri musson külələrinin təsirinə məruz qalır. Bu doğru fikirdir. İqliminin formalaşmasında Hind okeanının rolu böyükdür. Hind okeanının əsasən Dekan yaylasının, yəni iqliminin formalaşmasında rolu böyük ola bilər. Amma Böyük Çin düzənliyinin iqlimin formalaşmasında əsasən Sakit Okeanın rolu daha böyük olacaqdır. 72-ci sualda bizə deyir ki, M məntəqəsində havanın temperaturunun sutkalıq gedişi -5, -2, 0, 3, 6, 7, 4, -1 dərəcə Selsi olarsa sutkalıq temperatur amplitudunu hesablayın. Biz bilirik ki, sutkalıq temperatur amplitudunu hesablayan zaman gün ərzində ən yüksək temperaturla ən alçaq temperatur arasındakı fərqi tapırıq. Biz verilənlərə baxsaq görərək ki, gün ərzində ən yüksək temperatur -7 dərəcə qeydə alınıb, ən alçaq temperatur isə -5 dərəcə qeydə alınıb. Və 7-dən biz -5 çıxsaq, təbii ki, 12 dərəcə olduğunu görə bilərik. Sualımızın düzgün cavabı 12 dərəcə Selsi. Deyir ki, nival buzlaq relyef formalarını, yəni buzlaqların təsiri ilə yaranan relyef formaları təknəvari dərələr və moren tirələri ilə bu tamamilə doğru fikirdir. Çünki buzlaqların təsiri nəticəsində troq dərələri, yəni təknəvari dərələr, moren tirələri, karlar, sirklər və bu kimi relyef formaları yaranacaqdır. Ona görə sualımızın düzgün cavabı əlbəttə ki, A bəndi olacaqdır. 74-cü sualda deyir, aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Materikin şərq hissəsində yerləşir. Buzlaq mənşələri relyef formaları üstünlük təşkil edir və seismik cəhətdən sabitdir. Verilənlərə biz diqqət yetirsək, bu təbii ki, Lavrenti yüksəkliyinə uyğun gəlir. Çünki Labrador yarımadasında Lavrenti yüksəkliyi materikin Şimali Amerikanın şərqində yerləşir. Bəli, bura qütbə yaxın ərazi olduğu üçün, yəni buzlaqların təsirinə məruz qalır. Buzlaq mənşəli relyef formalarına, karlara, sirklərə rast gəlmək olar və təbii ki, Şimali Amerikanın da şərq hissəsi platformadır, sabit ərazidir. Ona görə sualımızın düzgün cavabı A bəndi.
Aha. Sonra növbəti sualımıza baxaq. Tropik enliklərdə daha güclü siklonların baş verməsinin səbəbi təbii ki, ümumiyyətlə siklonlar bilirik ki, yəni atmosfer təzyiqindən yaranan bir prosesdir. Və siklonların güclü olmasına səbəb təbii ki, təzyiq fərqinin böyük olması olacaqdır. 76-cı suala baxaq. Ural dağları hansı geoloji erada yaranmışdır? Biz bilirik ki, Ural dağları qədim dağlardır və Paleozoy erasının deməli Hertsin qırışıqlığında yaranan dağlara aid edilir. Ona görə sualımızın düzgün cavabı Paleozoy erası, yəni Yebəndi. Demək 77-ci sualda bizə deyir ki, sürüşmələrin daha intensiv getdiyi ərazi təbii ki, Azərbaycanda ümumiyyətlə sürüşmələr daha çox gedir Böyük Qafqazın orta və yüksək dağlıq ərazilərində. Çünki bu ərazilərdə həm meyillilik çoxdur, yeraltı suların səviyyəsi yer səthinə yaxındır və yüksəkdir. Ona görə də bu ərazilərdə sürüşmək üçün potensial şərait mövcuddur. Deməli, növbəti sualda bizdən soruşur ki, Şahdağdı və Nehrəm yataqları. Bilirik ki, Şahdağdı travertin yatağıdır. Travertin. Nehrəm isə əlbəttə ki, duz yatağıdır. Bunlar hər ikisi Naxçıvan ərazisində yerləşir və qeyri-filiz faydalı qazıntılara aiddir. Deyir, daş duz yatağıdır. Təbii ki, bu Nehrəmə aiddir. Böyük Qafqaz tektonik qalxmasına yox, Kiçik Qafqaz ərazisinə aiddir, olmaz. Qeyri-filiz faydalı qazıntılardır. Hər ikisi doğrudur. Aşağı Araz çökəkliyində yerləşir. Təbii ki, xeyr. Travertin yatağıdır. Əlbəttə ki, bu yalnız demək Şahdağdıya aid olacaqdır. Demək bizə deyir ki, doğru olmayan fikri müəyyən edin. A bəndi Küraraz ovalığı Kür çökəkliyinin çox hissəsini əhatə edir. Tamamilə doğru fikirdir. Yan silsilənin ən uca zirvəsi bəli Şahdağ zirvəsidir. 4243 metr. Gülüstan və Şərur düzləri Naxçıvan Arazboy düzənliklərinə aiddir. Tamamilə doğrudur. Qazangöldağ Talış silsiləsində yox, təbii ki, Zəngəzur silsiləsində yerləşir. Düzgün cavab D bəndidir, yəni doğru olmayan fikir. Yaşma düzü bəli Xəzər dənizinin sahillərində yerləşir. Sonra 80-ci sualımıza baxaq. Deyir, Euler-Venn diaqramında verilmiş iqlim diaqramına əsasən uyğunluğu müəyyən edin. Cənub yarımkürəsində yerləşir. Bəli, Cənub yarımkürəsinə biz diqqət yetirsək, yəni yanvar, fevral, noyabr kimi, yəni soyuq, yəni belə deyək də, belə bizim qış aylarımız onlarda isti olubsa, demək bu Cənubun yay aylarıdır. Yanvardır, fevraldır, dekabrdır. Ona görə biz əgər qrafikin belə deyə aşağı olduğunu görürüksə, biz bunu həmən dəqiqə bilərik ki, Cənub yarımkürəsidir. Ona görə Cənub yarımkürəsinə aid olan 1-dir. Aralıq dəniz iqlim tipi xasdır. Aralıq dəniz iqlim tipinə yağıntılar qış aylarında düşür. Qış aylarında A bəndidir, yəni birincidə göstərilib. İkinci, Cənub yarımkürəsi olduğu üçün yay aylarında yağıntı daha çox düşüb. Ona görə də demək, Aralıq dəniz iqlim tipi deyirsə, bu 1-ə aiddir. Keçid iqlim qurşağıdır hər ikisi. Çünki bu ikinci cənubun subekvatorialıdır. Birinci isə şimalın Aralıq subtropikin Aralıq dənizidir. Ona görə bu ortağa gedəcək. Yağıntılar əsasən ilin isti dövründə düşür. Təbii ki, bu da Cənub yarımkürəsinin, yəni ikinci qrafikə aiddir ki, çünki bir daha deyirəm, yanvar, fevral, dekabr bunlar üçün yay ayları hesab olunur. Ona görə 1-ə 2, 2-ə 1, 4, 3-ə də 3. Demək 1-ə 2, 2-ə 1, 4, 3-ə də 3. Deyir, dağlara uyğun gələn zirvələri müəyyən edin. Biz bilirik ki, Atlas dağlarının ən hündür zirvəsi Tupqaldır. 1-ə C. Alp dağlarında biz Matterhorn pikin, əlbəttə ki, bilirik ki, Alp dağlarında yerləşən ən hündür mənzərələr zirvələrdəndir. Appalaç dağlarında təbii ki, Mitzel zirvəsi mövcuddur, ən hündür zirvəsidir. Skandinaviyada isə Qalxapikin zirvəsi mövcuddur. Demək, Atlasa gedəcək Tupqal, Alpa gedəcək Matterhorn piki, Appalaça gedəcək. Demək, Mitzel, Skandinaviya gedəcək Qalxapikin. 1-ə C, 2-ə B, 3-ə D, 4-ə A. Aha. Demək, aşağıdakı fikirlərdən hansı altiplano üçün doğru deyil?
Demək deyir ki, altiplano üçün doğru deyil. Ant dağlarında yerləşir. Bəli, biz bilirik ki, Ant dağlarında Çili və Boliviya sərhədində yerləşir altiplano. İqlimi quraqdır. Bəli, iqlimi quraq olan hündür yayladır bu. Platodur, doğrudur. Ekvator iqlim tipində əlbəttə ki, yerləşməz, çünki quru ərazidir bura. Yanlış fikir budur. Boliviya Çili sərhədində yerləşir. Bu da tamamilə doğrudur. Demək, sualımızın düzgün cavabı D bəndi. Ekvator iqlim qurşağında yerləşməsi yanlış fikirdir. Deməli, 30-cu sualda bizə deyir ki, 30 dərəcə temperaturda 1 metr kub havada 12 qram su buxarı var. Nisbi rütubətli hesablayın. Biz bilirik ki, 30 dərəcə temperatur maksimum 30 qram su buxarı saxlayır, düzdürmü? Əgər 12 qram varsa, görə nisbi rütubətli neçə faizdir? Bunu x-dan ifadə edək. Buradan 1200 bərabərdir 30x-a. X də bərabər olacaq təbii ki 40-a. Demək, nisbi rütubətli neçə faizdir? Təbii ki 40%. Deyir ki, mümkün buxarlanma 900 mm, orta ilk yağıntıların miqdarı isə 1170 mm olarsa, rütubətlilik əmsalını hesablayın. Təbii ki, mümkün buxarlanma, ümumiyyətlə rütubətlənmə əmsalı nəyə bərabərdir? Yağıntı bölünsün buxarlanma qabiliyyətinə, yəni mümkün buxarlanmaya. Biz burada yağıntının miqdarını verib 1170, buxarlanma qabiliyyətini isə verib 900. İndi biz burada 1170-i 1170 bölünsün 900. Bu da bərabər olacaq 1,3-ə. Yəni rütubətli əmsalı 1,3 olacaqdır. Yəni rütubətli ərazi olacaqdır təbii ki. Deməli, 85-ci suala baxaq. Deyir ki, subtropik iqlim qurşağının bərabər rütubətli iqlim tipinin formalaşdığı materiklər üçün səciyyəvi olan xüsusiyyət. Biz bilirik ki, bərabər rütubətli iqlim tipi Cənub materiklərində, Afrikada, Cənubi Amerikada və Avstraliya ərazisində formalaşa bilər. Araq dəniz iqlim tipi gəlmişdir. Bəli, bu hər üç materikdə biz Araq dəniz iqlim tipinə rast gələ bilərik. Qütb gecə gündüzləri təbii ki, bunlarda olmaz. Antarktidada olar, Şimali Amerika və Avrasiya, yəni daha doğrusu Asiya qitəsində bu ərazilərdə rast gələ bilərik biz. Ona görə Cənubda, belə deyim də, Antarktida materikində rast gəlinir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Demək, formalaşması üçün ümumi əlamətlər. Biz Avstraliyada fəaliyyətdə olan vulkan deməmişik, yanlışdır. Ucqar şimal nöqtələri ekvatordan şimalda yerləşir. Xeyr. Ta ki, Avstraliyanın ucqar şimal nöqtəsi ekvatordan cənubda yerləşir. Bu da yanlış fikirdir. Mezozoik qırışıqlarına aid dağ sistemləri mövcud deyil. Mezozoik erasına aid dağ sistemləri, bəli, heç birində yoxdur. Çünki Şimali Amerikanın Avrasiyada əsasən yayılıb bu dağlar. Tropik iqlim qurşağında qərb sahilləri boyu quraq iqlim şəraiti formalaşmışdır. Bəli, bu materiklərin qərbindən soyuq okean cərəyanları keçdiyi üçün bu ərazilərdə səhralıq quraq iqlim şəraiti formalaşmışdır. Daha sonra 86-cı suala baxırıq. Deyir ki, doğru ifadələri müəyyən edin. Mümkün buxarlanmanın minimum qiyməti tropik səhralarda qeydə alınır. Mümkün buxarlama qabiliyyətidir. Əksinə, tropik ərazilər çox isti ərazilər olduğu üçün bu ərazilərdə mümkün buxarlamanın miqdarı çoxdur. Buxarlama azdır. Amma mümkün buxarlamanın qabiliyyəti təbii ki, çox böyükdür. Buxarlamanın qiyməti yerdəki istilik və yağıntılardan asılıdır. Bəli, mütləq buxarlamanın baş verməsi üçün həm istilik olmalıdır, həm də yağıntıların miqdarı olmalıdır ki, yəni ərazi rütubətli olmalıdır ki, orada buxarlama gedə bilsin. Yer kürəsi 5 istilik qurşağına ayrılır. Biz bilirik ki, yer kürəsində 1 isti, 2 mülayim, 2 soyuq, 2 daimi şaxta istilik qurşaqları ayrılır. Bu da demək 7 eləyir. Quru səthindən buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Bu da doğru fikirdir, əlbəttə ki. Mümkün buxarlanma ilə havanın temperaturu arasında tərs mütənasiblik var. Xeyr, havanın temperaturu nə qədər istidirsə, mümkün buxarlanmanın miqdarı çoxdur. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər illiklərdə isə ən isti ayın orta temperaturundan göstərilən izotermdən keçir. Bu da tamamilə doğrudur. Demək, burada sualımızın düzgün cavabı 2, 4 və 6 olacaqdır. Növbəti sualımıza baxaq. Azərbaycan təbii sərvətlərinə bağlı olan bir sualdır. Deməli, biz bilirik ki, ipək yataqları Laçında yerləşən xromit yatağıdır.
Ağdağ yatağı Tovuz rayonu ərazisində seolit yatağıdır. Hökməli Abşeron ərazisində kvars qumudur. Göydərə də demək bildiyimiz kimi bu da xromit yatağıdır. Hacıvəli də təbii ki kvars qumu yatağıdır. Ona görə 1-ə C-yi, 2-ə A-D, 3-ə B olacaqdır. Aha. Və nəhayət situasiyamıza keçid eləyək. Deyir ki, A adası Şimali Amerika və Avrasiya tavalarının divergent sərhədlərində yerləşir. Bu səbəbdən burada fəaliyyətdə olan vulkanlar mövcuddur. Adada keçid iqlim qurşağı formalaşmışdır. Onun sahillərini iki okean suları yuyur. Ada 14-24 dərəcə qərb zonaları arasında yerləşdiyindən burada 2 saat qurşağı var. A adasının deməli sahəsi 103.000 kvadrat kilometrdir. İndi A bəndədir ki, A adasının adını Şimali Amerika ilə Avrasiyanın arasında litosfer tavalarının ayrılması nəticəsində təbii ki İslandiya adası yaranıb. İslandiya və burada fəaliyyətdə olan vulkanlar Hekla, Bandarburqa, Eyjafjallajökull kimi vulkanlar yaranmışdır. Və deyir ki, hansı iqlimdə yerləşir? Təbii ki, subarktik iqlimdə yerləşir. Subarktik. İkinci sualımıza baxaq. Deyir, A adasının yerləşdiyi 2 saat qurşağına. Demək, 14 ilə 24 arasındadırsa, 14'ü biz 15'ə bölsək, 0, qalır 7,5'dən böyük olduğu üçün üzərinə 1 əlavə elədik, 1. Qərb yarımkürəsi olduğu üçün 24'dən 1 çıxdım, oldu 23-cü saat qurşağı. Daha sonra 24'ü 15'ə böldükdə düşür 1, 15, qalığımız 9 olduğu üçün 2, demək 24'dən də 2 çıxdıq. Demək 23 və 22-ci saat qurşaqlarında yerləşəcək. Bunu bildik. Hansı okeanlar? Təbii ki, Atlantik və Şimal Buzlu okeanların bu adanın sahillərini yuyacaq. Atlantik və Şimal Buzlu. Aha, sonra A adasının sahəsi xəritədə 41,2 cm kvadrat kimi verilibsə, bu xəritənin ədədi miqyasını tapın. Biz bilirik ki, həqiqi sahə bərabərdir xəritə üzərindəki sahə vurulsun miqyasının kvadratı. Bizə həqiqi sahəsinin adanın buradan verilmişdi. 103.000 kvadrat. Demək, həqiqi sahənin yerinə yazacağım 103.000. Xəritə üzərindəki sahə vurulsun M. Xəritə üzərindəki sahəni də bizə verib, üzr istəyirəm. Xəritə üzərindəki sahəni verib 41,2 vurulsun M kvadrata. Buradan M kvadrat bərabər olar. Demək, M kvadrat bərabər olar. 103.000-i 41,2 bölək. 103.000 bölünsün 41,2. Bu da 2500 edəcək. 2500. 2500-də nəyin kvadratıdır? Təbii ki, 50-nin. M də bərabər olacaq 50-yə. Demək, xəritəmizin miqyası olacaq 50. Bunu da ədədi miqyas şəklində göstərsək, 1 bölünsün 50, arxasına 5 0 əlavə eləyərik.